Siz hakimiyyətdə olarkən neft müqaviləsi neçə ilə bağlanmışdı bir? Neft müqaviləsi 30 ilə hələ bağlanmamışdı. Layihəsi ilə. Heç bir müqavilə bağlanmıyor. Mən heç bir müqavilə qol çəkməmişim. Layihə elə hazırlanmışdı. Bizim layihənin üstünlüyü nədədir? Onun biz hakimiyyətə gələcəyi Allah qoysa hamısını açıb deyəcək millət. Mənim özüm, şəxsən özüm demişəm ki, bir sözü deyək, BP-yə 13%. O mürəkkəb məsələdir, biraz onu izah edeyim, cəmaatımız da çox bilmir. Deyək, burada neft sahəsidir. Bu neft sahəsi bəllidir nə qədərdir. Yəni, sayın bilmərsən. İndi buradan nə çıxacaq da? Çıxacaq məsəl üçün 100 ton. Nə çıxacaq hələ bilmirsən. Bu, bax buranın. Neçə faizi sənin? Bu bir. BP-yə mən verdim 17%. Filanla 10%, 9%, 5%, 30% Azərbaycan. 30% ona görə Azərbaycanı saxlayırsan ki, sədir Azərbaycan olsun. İndi o 17%, 30% biz çıxardırıqsa, hamısı özümüzünkidir. Həm sədirik, həm də özümüzünkidir. 17% BP çıxardırsa, 17%-in 13%-i BP-ninkidir. Bir də 17% bir daha. 17-nin 13-ü yox ha. 17% elə bil ki, elədi 30 ton. 30 ton düşdü, 40 ton düşdü BP-nin ixtiyarına. O 40 tonun 13% gəliri, 13% gəliri, həmin o 40 tonun 13% gəliri BP-nindir. Qalan, demək ki, 87% bizimkidir. O götürdüyü, çıxartdığının 13%, 17% neftin həcmidir. Çıxartdığının gəlirinin 17%-i onunki, 13%-i onunkidir, qalanı bizimkidir. Bəli, o cürdür. Bizdən sonra bizim 30%-imizi Heydər Əliyev götürdü, 10%-ini verdi Lukoyla. Nə bilim 5%-indən, nə bizə qaldı ki, sədrlik əlimizdən getdi, bu bir. Biz sədr olmadı, sədrlik əlimizdən aldı. Elədi beynəlxalq, nə bilim, nə şirkəti. Bu. İkincisi isə o 17%-in gəlirinin qaldırdılar 18%-ə. Demək, biz 13% gəlirdən verməliydik BP-yə. Bunlar verdilər 18%, 23%. Təqribən burada Azərbaycan ümumi sayda 2 milyard dollar itirir. Mən davanın üstü eləyirdim. Onlar bizə deyirlər ki, 18% dedim, 18 olmaz. 13%-dən yuxarı olmaz. Axırda 13%-dən razılaşmışlar ki, mən gedim Londonda ona qol çəkeyim. Ona razıydılar. Biz gələndən sonra gəldilər, nəyi qoydular əzizlərim? Bunlar qoydular ki, Azərbaycanın vəziyyəti xarablaşıb, ölkədə risk artıb, risk artdığına görə, filan şey olduğuna görə, İran belə başını bura gətiribdir, Rusiya belə yapdı, siz gələk onda bizə 18 verəsiniz. Bunlar da götürdülər, elə risk şeyini verdilər. Biz riski ən minimum halda keçirmişdik. Bizim vaxtımızda yazmışlar, risk maksimum deyil, minimumda Azərbaycanda. Və bunu azaltmaq da mümkündür. Birbaşa yazdırmışdım protokola. Azaltmaq da mümkündür. Mən dedim, bir işlə kimin Azərbaycanda risk məsələsi tamamı yoxuşacaq. Azərbaycan demokratik bir məmləkət olacaq. Görün, ticarət üzrə neft üzrə çıxar. Kimsə nə deyir? Və ona görə onun kökü oradandır. 30 illik. 30 illik özləmələr. Mən belə demişdim ki, deyək ki, o 40 milyon ton zat ola bilməz. Ölçü ilə 10 milyon ton, sonra gəlsə 15 milyon ton, 20 milyon ton, 20 milyon, 25 milyon, ondan yuxarı olmaz. Burada vəziyyət elə eləyiblər ki, 2007-2015-ci illərdə birdən-birə, bir ildə 40 milyon, 50 milyon ton çıxarıla bilər. O tükənəcək onda. Mən dedim, bu neyləyəm, 50 milyon tonu çıxardıb neyləyəm o pulunu? Və bunu saxlayın nəsillərimizə, biz oradan gələn pulu yavaş-yavaş qoyaq kənd təsərrüfatımıza, sanayimizə, ölkəni biz neft ölkəsi eləmək istəmirik.
Sənayemizi və kənd təsərrüfatımızı inkişaf elətdirək, əhalimizi inkişaf etdirək. Mənim də bircə kredom var, mən onu həmişə demişəm. Yenə də deyirəm sizlərə də. Yadınızda saxlayın, qəzetədə oxuduqlara çox fikir verməyin. Mənim üçün insan amili əsasdır. Bizim üçün, bu mənim siyasətim. İnsan amili. O insanı yetişdirəcəksən. O insan bu ölkədə neft olmasa da gedib Yaponiyada neft gətirəcək. Yaponiya insanı elədir. Ölkəsində polad çıxmır. Polad istehsalında dünyada ikinci, üçüncü yerdə. Nə bilim, nə çıxmır ikinci, üçüncü yerdə. İnsanı yetişdiriblər bunlar. Bizə, bizim ən gözəl varımız, sərvətimiz, insan da özdə bizim insanımız çox ağıllıdır, tez yetişəndir, tez müdürüşdür. Bunu yetişdirəcəksən. Azərbaycan neft sənayesi texnologiyası, dünya texnologiyasından 20% geri qalır. 20%. Biraz da pul qoyacaqsan. Onu 20% qaldıracaqsan, olacaq 100%'dir. Yəni Amerikanın neft texnologiyasından biz 20% geri qalırıq. Cəm 20%. 80% axlamışıq. O 20%'de dolduracaqsan, olsan dünya standartında. Qutardı getdi. Çıxışın get Taylanda qədər, hara qədər girsin, neyilə, şirkətini yarat. Yəni biz insan amilini meydana qoyacaq. İnsan faktorunu. O insan yetişəndən sonra o hər şey həll edəcək. Bizim fikrimiz oldu. Sualın davamı kimi Buyuruz. var ki, Heydər Əliyev indiki imzalanmış müqavilələrin müddətini 40 ilə çatdırıb. Müddətin çox olması bizə nə verə bilər? Az müddət olsa xeyri nə olardı? Qabağızdan minnətdaram Vəli bəy. Bilirsiniz, burada çox mürəkkəb bir məsələ var. Müddətin çox olması xarici dövlətləri arxain eləyir ki, qarantim məndə də biraz arxaindir ki, 40 ildir dövlətdə, nə istəyirsən? Ancaq bizim üçün xeyr eləmir ki, bizdən biz yaxşı inkişaf elədik. Niyə veriyor onlara? İmkanımız olar. Ona görə onun mübahisəsi getdi. Hətta Amerikalılar 33 deyirdilər. Çox qəribə. Mən dedim ki, o üçü də kəsdi, 30 bəsdir. Bax, o üçünüzdə dava elədik. Birdən məsəl üçün bizim xalqımız elə inkişaf elədi ki, niyə sən gəlib məndən neft çıxarsın, qırşı, özüm çıxardaram da. Hələ indi çıxarda bilmirik deyin, deyirik gəlin kömək eləyin, çıxardaq. Sonra özümüz olandan sonra, biz beynəlxalq şirkət olandan sonra, biz BP-yə qoşulmuşduq. Onun bax, layihəsi var, protokol qalır. BP ilə biz müqavilə bağlamışdıq. BP, Statoil, Azərbaycan neft şirkəti. Üçü olurdu bir kampaniya. Biz yəni qoşulurduq o kampaniyaya. Türkmənistanda neft çıxardacaqdıq. BP, Statoil, Azərbaycan. Kəşfiyyatı biz aparırdıq. Kəşfiyyat bizimki idi. Oradan 5,7% qazanç bizə gələcəkdi. Qalanlar olan ki, biz onlardan istəyirdik çıxaq dünya səviyyəsinə. BP bizə dedi ki, siz birinci Türkmənistanda bu cür iştirak eləyəcəyik, siz müəyyən qədər gəlir əldə eləyəndən sonra, bu Azərbaycanda neftiniz olan sonra, yaxşı yatarınız olan sonra, biz dünya səviyyəsində bir yerdə gedəcəyik. BP ilə necə deyirlər, o bazı qardaş kampaniyalar deyirlər, qardaş kampaniyalar. Qardaş kampaniyalar ona razı idi. Sağ olun bəy.